Salam, hər birinizi xoş gördük. Bitkiçilikdə və heyvandarlıqda istifadə olunan müasir seleksiya metodları mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. İndi isə 83-cü testə baxaq. Şəkildə verilən hibrid bitki haqqında nələri söyləmək olar? Şəkilə baxırıq. Şəkildə verilən kələm turp hibrididir. Ona görə də bunlar haqqında düzgün olanları seçməliyik. Eyni fəsləyə aid olan bitkilərin hibridləşməsindən alınıb. Bəli, eyni fəsləyə kələm və turp hər ikisi xassəliklər fəsləsinə aiddir. Bir düzgün cavabdır. Müxtəlif fəsləyə aid olan bitkilərin hibridləşməsindən alınır. Səhvdir, çünki ikisi də dedik xassəçilərə aiddir. Üstdə deyir dölsüzlüyü Karpachenko metodu tərəfindən aradan qaldırılıb. Bəli, dölsüzlüyü demişdik ki, Karpachenko ilk dəfə olaraq elə kələm turp hibridini əldə etmişdi. 4-ü oxuyaq. Hibridi əmələ gətirən bitkilərin diploid xromosom sayı eynidir. Bəli, bunlarda xromosom sayı hər ikisində 18-ə, yəni 2-nin bərabərdir 18. 5-ə baxaq. Müxtəliflik və mənşə mərkəzi Həbəşistandır. Xeyr, Həbəşistan deyil, Aralıq dəniz mərkəzi idi. Qohum çarpazlaşdırma nəticəsində əmələ gəlmişdir. Xeyr, bu da uzaq hibridləşdirmə nəticəsində yaranmışdır. Deməli, 83-də düzgün cavabımız oldu. 1, 3 və 4. 84 ilə davam edək. Deyir, bir bitkinin 9 xromosomlu yumurta hüceyrəsinin digər bitkinin 8 xromosomlu sperm hüceyrəsi mayalanmasından alınmış və dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılmış hibridin somatik hüceyrəsinin nüvəsində xromosomların minimum sayı nəyə bərabər olar? Baxaq. Deyir ki, birinin 9 xromosomlu yumurta hüceyrəsi var. Yəni, n bərabərdir 9, digərində isə n bərabərdir 8. Bunlardan deyir, hər ikisini mayalandırıblar və sonra Karpachenko metodunu tətbiq ediblər. Biz Karpachenko metodunu tətbiq eləmək istəyərkən əslində onun diploid xromosom sayını götürürük. Bunun eni 9-dursa, onda diploid sayı bərabərdir 18-ə. Bu birisinin isə diploid sayı bərabərdir 16-ya. Bunları hesablasaq, cavabımız eləyəcək 34 və yaxud da ki, elə biz 9-un üzərinə 8 gəlib 17-ni alıb, 17-ni də 2-yə vura bilərik. Yəni, Karpachenko-nu belə də tətbiq edə bilərik. Hər iki halda cavabımız 34 olacaq. 85-ə baxaq. Diploid xromosom dəsti 14 və 42 olan bitkilərdən alınmış dölsüzlüyü Karpachenko metodu ilə aradan götürülən növlər arası hibridin somatik hüceyrəsinin nüvəsində xromosomların minimum sayı nə qədərdir? Deməli, burada da diploid sayı verir. Biri 14-dür, digəri isə 42-yə bərabərdir. Karpachenko metodu tətbiq edəndə elə biz bunları 2n ilə, yəni götürürük, n alıb, məsələn, bir də 2n-in tapacağımızı elə bu ikisini bir yerdə hesablayırıq. Onda bu da eləyir 56, deməli 85-də düzgün cavabımız olacaq 56. 86-ya baxaq. 12 xromosomlu yumurta hüceyrənin 14 xromosomlu sperm ilə mayalanmasından alınan və dölsüzlüyü Karpachenko metodu ilə aradan götürülən növlərarası hibridin somatik hüceyrəsinin nüvəsində neçə xromosom olacaq? Deməli, baxaq. Deyir ki, 12 xromosomlu yumurta hüceyrənin. 12 xromosomlu yumurta hüceyrə deyirsə, demək bizə eni veribdir. Yumurta hüceyrədən danışır. N bərabərdir 12-yə. Və 14 xromosomlu sperm. Sperm n bərabərdir 14-ə. Bunları hesablayıram, eləyir 26. 26 haploid sayıdır. Karpachenko-da tətbiq elədiyimə görə, təbii ki, bu 26 aldığımız əslində bu ikisinin diploidi idi. Sadəcə Karpachenko tətbiq eləyəndə biz diploid sayı ilə götürürük hər şeyi. Ona görə də 26-nı mən bir də təzədən vururam 2-yə. Bu da bərabər eləyir 52-yə. 87-yə baxaq. Deyir ki, Karpachenko metodu ilə dölsüzlüyü aradan götürülən kələm və turp hibridinin endosperm hüceyrəsində xromosomlarının minimum sayı nə qədər olar? Deməli, kələm turp hibridində xromosom sayı belə idi. 2-in bərabərdir 18, tutalım bu kələmdə idi. Turpda isə 2-in bərabərdir 18. Hər ikisinin, yəni xromosom sayı 18-ə bərabər idi. Və bunu ümumilikdə hesablayanda eləyirdi 36. Deməli, burada enimiz neçə idi? İndi bizə burada deyir ki, endosperm hüceyrəsindəki xromosom sayı. Endosperm hüceyrəsini bilirsiniz ki, normalda endospermimiz 3n-dir. Amma Karpachenko tətbiq olunanda 6n olur. İndi burada baxın, hər ikisinin fərqi yoxdur. N bərabərdir hər ikisində 9-a. İndi baxın, Karpachenko tətbiq olunan endosperm hüceyrəsinin xromosom dəsti olub 6n. Belə tənasüb qurum. Əgər n olsaydı xromosom dəsti 9-udsa, n olanda 9-udsa xromosom sayı, onda 6n olanda nə qədər olar? X qədər olar. X bərabərdir 54-ə. Deməli, bunun endosperminin xromosom dəsti bərabərdir 54-ə.
88-ə baxaq. Karpachenko metodu ilə dölsüzlüyü aradan götürülməyən kələm və turp hibridinin endosperm hüceyrəsindəki xromosom sayı nə qədərdir? Baxın, biz tapdığımızda endosperm hüceyrəsi Karpachenko tətbiq olunandan sonra tapılmışdı. Amma indi istədiyində deyir ki, Karpachenko metodu tətbiq edilməyibdir. Karpachenko metodu tətbiq edilməyibdirsə, onda neyniyəcəm? Bilirəm ki, bunların hər ikisinin diploid xromosom dəsti 18-ə bərabərdir. 2-in bərabərdir 18. Onda bunların haploid sayları da olacaq 9. Aha. Və bilirik ki, normal halda endospermi xromosom dəsti həmişə olur 3N. Baxaq, yenə tənasüb quraq. Əgər xromosom dəsti N olanda xromosom sayı 9-la işarələnirdisə, onda 3N də nə qədər olar? X qədər olar. X bərabər oldu 27-yə. Deməli, tətbiq olunmayanda bunların endospermlərin xromosom sayı bərabər olur 27-yə. 89-cu testlə davam edək. Dölsüzlük Karpachenko metodu ilə aradan qaldıran növlər arası hibridin tetraploid xromosom dəsti, yəni 4N-i deyir ki, bərabərdir 44-ə. Bu hibridi əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom sayı, yəni bax bu 4N-i əmələ gətirənlərdən birinin diploid xromosom sayı 24-dür. Onda o birisinin 2N-ini tapa bilərəm. Əlbəttə ki, taparam. Necə? 44-dən çıxaram 24-ü. Baxaram ki, deməli, bu birisinin də xromosom dəsti bərabər imiş 20-yə. İndi nə deyir? Deyir ki, növlərarası hibridi əmələ gətirən ikinci orqanizmin endosperm hüceyrəsində xromosom sayını müəyyən edin. İkinci orqanizmin diploid xromosom sayını tapdım. Mənə deyir, endospermini tapın. Endospermi tapmaqda yana birinci mən bunun N-ini tapmalıyam. 2N-i 20-dirsə, onda N-i neçə olacaq? 10. Bəs onda endospermi xromosom dəsti neçə idi? 3N. 3N bərabərdir, 3-ü vururam 10-a. Yəni, N-im neçədir? 10-dur, qoydum yerinə. Bu da bərabər oldu 30-a. Deməli, bunun endosperminin, ikinci bitkinin endosperminin xromosom dəsti bərabərdir 30-a. 90-cı testə baxaq. Dölsüzlük Karpachenko metodu ilə aradan qaldırılan növlərarası hibridin tetraploid xromosom dəsti 44-dür. Yenə 44 verir bizə. Yazıram 4N bərabərdir 44. Bu hibridi əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom dəsti 2N-i deyir bərabərdir 24-də. Növlərarası hibridi əmələ gətirən ikinci orqanizmin yetişmiş yumurta hüceyrəsinin xromosom sayını tapın. İndi birinci biz bu ikinci orqanizmin 2N-ini tapaq. 2N-i tapmaqda ilə nə etməliyəm? Bu 4N-im 44-dürsə, birisinin 2N-i 24-dür. Deməli, geri qalanda bu 2N olacaq. 44-dən 24-ün çıxdığım qaldı 20. Buradan mənə lazım olan bu hissədir. Bunu soruşur. N bərabərdir nəyə? N bərabərdir 10-a. Çünki deyir ki, yumurta hüceyrəsinin xromosom dəsti neçədir? Deməli, burada düzgün cavabımız oldu 10. 91-ə baxaq. Deyir ki, dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılan növlərarası hibridin tetraploid xromosom dəsti yenə 4N bərabərdir 44. Bu hibridi əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom dəsti 24-dürsə, onda ikincini tez tapa bilərəm. Yenə 44-dən 24-ü çıxdım, qaldı 20. Növlərarası hibridi əmələ gətirən öz-özünə tozlanan ikinci orqanizmin bölünən endosperm hüceyrəsində anafaza mərhələsinin sonunda neçə xromosom olduğunu müəyyən edək. Bunun N-i bərabərdir 10-a. 3N-i bərabərdir 30-a. Bilirik ki, endospermdə somatik hüceyrə olduğuna görə mitoz bölünmə gedir. Mitoz bölünmə də getdiyinə görə demişik ki, deməli, mitoz bölünmə anafaza mərhələsində xromosom və xromatid sayı 4N, 4S olurdu. Normalda isə 2N ilə başlamışdı, yəni xromosom sayı. İndi bizdə endospermi xromosom sayı neçədir? 30. Neçə dəfə artıbdır? Baxın, 2N-i təsəvvür edin ki, 2N-i 30 kimi göstərək. Çünki mitoz bölünmə gedir. Mən burada 3N-dən götürə bilmərəm. İndi 4N də nə qədər olar? X qədər olar. Onda X buradan bərabərdir nəyə? 4-ü vuraram 30-a, bölərəm 2-yə. Bu ikisini ixtisar eləsəm, bu da eləyəcək 60. Deməli, burada düzgün cavabımız olacaq 60. 92-yə baxaq. Deyir, dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılan növlərarası hibridin tetraploid xromosom sayı 44-dür. Yenə tetraploidimizi deyir ki, 44-dür. Bu hibridi əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom sayı 2N-i 24-dür.
İkinci bitçinin xromosom sayını avtomatik tapa bilirik. Bu da eləyir 20. Növlərarası hibrid əmələ gətirən ikinci orqanizmin tozluğunda olan spermlərdəki xromosomların sayını. Baxın, sperm dediyinə görə sperm 10-la işarə edirik. Spermlər dediyinə görə 2 dənə sperm var idi. 10, 10. Bu ikisini hesablayanda yenə də olur. Cavabımız 20. Deməli, 92-də cavabı aldıq 20. 93-ə baxaq. 93-cü testimizə baxaq. Dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılan növlərarası hibridin tetraploid xromosom dəsti, növlərarası hibridin deyir, tetraploid xromosom dəsti yenə 44-dür. Bu hibridi əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom sayı 24-dürsə, onda o birisini yenə də tapa bilirik ki, 2 eni bərabər imiş 20-yə. Onda deyir, ikinci orqanizmin spermisində, bax, bir dənə spermi soruşur, yəni gameti soruşur. Buradan da eni tapdım ki, en bərabər olar 10-a. 94-cü testimizə baxaq. Birinci diploid bitçinin endosperm hüceyrəsində 66 xromosom. İkinci diploid bitçinin isə kökü hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda 64 xromosom sayılmışdır. Deməli, birinci bitçinin, diploid bitçinin endosperm hüceyrəsinin xromosom sayı, yəni 3 eni 66-dır. Bunun enini tapa bilərəm, elə deyil. Eni bərabərdir nəyə? 22-yə. Onda bunun 2 eni neçə olar? 2 eni də bərabərmiş 44-ə. Bu birinci bitçi. Bu birinci bitçimi mən tapdım. Buraya yazaq birinci bitçimiz. İkinci bitçinin isə diploid bitçinin kök hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda xromosom sayı olub 64. Bilirik ki, anafaza mərhələsində xromosom və xromatid sayı necə idi? 4N, 4S idi. Yəni 2 dəfə artırdı. Belə yazaq. 4 eni bərabərdirsə 64-ə, bu ikinci bitçinin. Onda bunun 2 eni neçə olar? 64-ün yarısı olar. Bu da bərabər eləyər 32-yə. İndi nə deyir? Deyir ki, bu bitkilərin çarpazlaşmasından alınan və dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılan hibridin somatik hüceyrəsində neçə xromosom saymaq olar? Biz bunların 2 enlərini tapdığımıza görə bilirik ki, Karpachenko metodu tətbiq edilərkən bunların 2 enləri toplanırdı. Yəni 44-ün üzərinə gəlməliyəm. 32 ki, baxım görüm alınan bitki Karpachenko metodu tətbiq olunduqdan sonra hansı xromosom dəstinə malik olacaq. 44-ün də üstünə 32 gələndə bərabər eləyər 76-ya. 95-ə baxaq. Dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılan növlərarası hibridin xromosom sayı 28-dir. Yəni deyir ki, bizim 4 enimiz bərabərdir 28-ə. Bunu yazaq. Bu növlərarası hibridi əmələ gətirən bitkilərdən birinin diploid xromosom dəsti 2 eni bərabərdir 14-ə. Onda ikincinin 2 eni neçə olacaq? 28-dən 14-ünü çıxdım, qaldı ikinciyə də yenə də elə 14 düşdü. Bu növlərarası hibridi əmələ gətirən ikinci bitkinin mayalanmadan bilavasitə əvvəl rüşeym kisəsində olan hüceyrələrinin xromosom dəstlərinin cəmini tapın. Spermlər kisəyə daxil olmayıb. Spermlər kisəyə daxil olmayıbdırsa, onda biz bilirik ki, rüşeym kisəsində əvvəlcə 8 dənə hüceyrə olurdu. Bu 8 dənə hüceyrədən biri yuxarıdan, biri aşağıdan gələrək birləşirdi, mərkəzi hüceyrəni əmələ gətirirdi. Ona görə də orada hüceyrələrin sayı olurdu 7. Baxın, bu rüşeym kisəsi idi. Rüşeym kisəsində 4-ü yuxarıdan, 4-ü aşağıda deməli hüceyrələr düzülürdü. Sonra biri yuxarıdan, biri aşağıdan gəlib birləşərək əmələ gətirirdilər diploid mərkəzi hüceyrəni. Bunların üstünə xətt çəkim, çünki bunlar ortalıqda birləşdi. Geriyə baxın, neçə hüceyrə qaldı? 1, 2, 3, 4, 5, 6, 7. Deməli, 7 dənə hüceyrə qaldı. İndi bizə nə deyir? Deyir ki, deməli, hibridi əmələ gətirən ikinci bitkinin mayalanmadan bilavasitə əvvəl rüşeym kisəsində olan hüceyrələrinin xromosom dəstlərinin cəmi neçəyə bərabərdir? İndi bizə burada bu ümumilikdə rüşeym kisəsinə gedən prosesdir. Amma bizə deyir ki, spermlər kisəyə daxil olmayıb. Spermlər kisəyə daxil olmayıbsa, deməli, hələ ki, bu mərkəzi hüceyrənin əmələ gəlməyini demir. Rüşeym kisəsində hal-hazırda demək istədiyi odur ki, 8 dənə hüceyrəsi var. Onsuz da biz bilirik ki, rüşeym hissəsində mayalanmadan əvvəl 8 hüceyrə yaranır. Bu 8 hüceyrədən sonra ikisi birləşərək mərkəz hüceyrəni əmələ gətirir. Amma bizdən onu soruşmur. Sadəcə olaraq bu rüşeym hissəsində olan 8 dənə hüceyrəni soruşur. Deməli, rüşeym hissəsində biz bildik ki, 8 dənə hüceyrə var və buradan da görürük ki, 2n bərabərdirsə 14-ə, burada n bərabərdir 7-yə. Burada 8 dənə hüceyrə var və hər bir hüceyrənin xromosom dəsti 7-yə bərabərdir. Ona görə də 8-i vururuq 7-yə, bu da bərabər eləyir 56.
Deməli, xromosom rüşeym hissəsində olan hüceyrələrin xromosom dəstlərinin cəmi bərabər oldu 56-ya. 96-cı testə baxaq. Uyğunluğu müəyyən edin. Deməli, alimlərin adını veriblər. Burada da görülən işləri bunlarla uyğunlaşdırmalıyıq. Çiçək qruplarının birində çiçək düsturu, çiçək 2P plus 2P, indi P yazmayıbdır, mən dedim. Erkəkcik 3, dişicik 0-dır. Digərində isə çiçək 2 plus 2, erkəkcik 0, dişicik 1 olan bitkidə məhsuldarlığı artırmışdır. Deməli, bu çiçək düsturu qarğıdalıya aiddir. Qarğıdalının da məhsuldarlığını artıran kim olmuşdu? Xaçinov olmuşdu. Deməli, 1-ə aiddir A. Sonra nə deyir? Deyir ki, xaçəçilər fəsləsinin deməli və gülçəçilər fəsləsinin bitkilərinin seleksiyasına uzaq hibridləşmədən istifadə etmişdi. Biz xaçəçiləri görən kimi onsuz da xaçəçiləri bilirik ki, Karpachenko tətbiq eləmişdi. Gülçəçilər isə aid idi Mitsurinə. Yəni bu ikisini bir yerdə götürəcəm. B və Y 2-yə aiddir. Üçüncüsü nə deyir? Deyir borcuq şəkilli çiçəklərinin çiçək düsturu K0, L5, Y5, D1. Dircə şəkilli çiçəklərinin çiçək düsturu isə K0, L5, Y0, D0 olan bitkidə toxumun yağlılığını artırmışdır. Yəni bu haqqında danışılan bitki günəbaxandır və günəbaxanın da seleksiyası ilə məşğul olmuşdu Pustovoid. Deməli, 1-ə aid oldu A, 2-yə aid oldu B və Y, 3-cüyə isə aid oldu C. 97-yə baxaq. Verilən proseslərin düzgün ardıcıllığını tapın. Bu prosesləri ardıcıl yadınızda saxlayın. Baxaq, birinci hansı baş verəcək? Deməli, birinci öz-özünə tozlanma getməlidir burada. Ən birinci öz-özünə tozlanma. Ondan sonra arzu olunan əlamətlərə malik fərdlər seçilməlidir. Yəni, öz-özünə tozlanma getməlidir ki, baxaq görək burada hansı formalı fərdlər yaranır və sonra mənim istəyimə uyğun olan fərdi seçməliyəm. Ondan sonra isə saf xətt, yəni bunları çarpazlaşdırıb saf xəttləri daha doğrusu almalıyam. Daha sonra isə saf xəttləri bir-birindən çarpazlaşdırmalıyam. Yəni bunların içində saf xətti seçməliyəm və sonra saf xəttləri bir-birindən çarpazlaşdırmalıyam və çarpazlaşdırandan sonra kombinativ dəyişkənlik burada baş verəcəkdir. Deməli, 97-də dediyimiz ardıcıllıq necə oldu? Birinci 5-i dedim, sonra 3, sonra gəldik saf xəttlərin alınması 2, ondan sonra saf xəttlərin bir-birlə çarpazlaşdırması, ən sonunda isə kombinativ dəyişkənliyin baş verməsi oldu. Deməli, mikroorqanizmlərin seleksiyası və biotexnologiya, bionika ilə də bağlı olan suallarımızı cavablandıraq. Ştam hansı orqanizmlərin seleksiyasından alınır? Bilirik ki, ştam alınırdı mikroorqanizmlərin seleksiyasından. Burada düzgün cavabımız oldu C variantı. 2-yə baxaq, hansı orqanizmlərin seleksiyası nəticəsində ştam alınırdı? Demək, ştam əgər mikroorqanizmdirsə, bir hüceyrəlilər bura daxildir. Deməli, 2-də düzgün cavabımız oldu A variantı. 3-ə baxaq, cinsi yolla çarpazlaşdırılması mümkün olmayan alma-albalı hibridinin alınmasında tətbiq olunan üsul. Bilirsiniz ki, bunların hamısını siz əzbər bilməlisiniz. Ona görə də yaxşı öyrənməyə çalışın. Burada deməli düzgün cavabımız olacaq hüceyrə mühəndisliyi Y variantı. 4-ə baxaq. Cinsi yolla çarpazlaşdırılması mümkün olmayan kartof, pomidor hibridinin alınması. Əgər cinsi yolla çarpazlaşdırma mümkün deyilsə, deməli bunun hüceyrəsini çarpazlaşdırırlar. Ona görə də burada düzgün cavabımız olacaq B variantı. 5-ə baxaq. Somatik hüceyrələrin hibridləşməsindən hibrid hüceyrələr alınıb. İndi bitkiləri seçməliyik ki, hansı bitkilərə, yəni hüceyrə mühəndisliyi nəticəsində yeni sort alıblar. Burada da uyğun gələn cavabımız olacaq alma və albalı idi, kartofla pomidorudur. Bunlar da deməli hüceyrə mühəndisliyindən istifadə olunaraq yeni hibrid hüceyrələr almışlar, alma, albalı. Sonra keçək 6-cı sualımıza. Somatik hüceyrələrin hibridləşməsi nəticəsində hibrid hüceyrələr və orqanizmlər alınmışdır. Bundan əvvəl dedikdir albalı və alma, bir də kartof və pomidor. Demək, 6-da düzgün cavabımız oldu Y variantı. 7-yə baxaq, aşağıdakılardan gen mühəndisliyinə aid olanı seçin. Deməli, gen mühəndisliyinə aid olanı necə seçərik? Baxın, testi oxuyursunuz. Ən asan üsulu, bax, genin daxil edilməsi. Görürsünüz, heç bir cavabda o söz yoxdur. Sadəcə olaraq C variantında deyir ki, genin daxil edilməsi. Deməli, bu gen mühəndisliyinə aiddir. 8-ə baxaq, südlüc qaramalı bakteriyalar və maya göbələklərindən alınmış zülallar əlavə edilmiş yemlə qidalandırdıqda onlar, demək, bunlara elə bilin ki, əlavə qida kimi daxil ediblər ki, bunları inkişaf eləsinlər. Ona görə də bunlar deyəcək ki, daha çox süd verərlər. Çünki görürsünüz, adından da bəllidir, südlüc qara mala veriblər. Deməli, bunlar daha çox süd verəcəklər.